Kəlmə-i şəhadəti ödəyir, bu da deyirdi ki, demirəm. Cəmaat da bu kafir oldu. Kafir oldu, yaxşı ki, yazığı ölmədi. Cəmaat bilmir axı bu danışan nədən danışır. Qışqıran niyə qışqırır? Özünə gəldi, sonra birdən yaddan düşdü. Biz sənə deyirdik kəlmə-i şəhadəti ödəyir, sən də deyirdin demirəm. Niyə demirdin axı? Bədbəxt 70 ildir namaz qılırsan. Deyir, ay bədbəxt, sizə demirəm. Mən o rüstürü Kərbəladan almışam. Qədim zamanda. Elə o Kərbəladan bir əlamət kimi onu asmışam, ona çox məhəbbətim vardı. Siz mənə deyəndə kəlmə-i şəhadətidir, şeytan oturmuşdu əlində qayçı rüstürün üstündə. Deyirdi, desən qıracam, desən kəsəcəm, düşəcək yerə. Mən də ona deyirdim ki, demirəm, kəsmə. Baxın, burasına qədər şeytan görün necə məxluqdur, burasına qədər insanla işi var. O axır saat əsas məsələdir.